biz o toplumuk ki 30 il müstəqilliklərimizi yerə vermişik. Sıfırdan başlamaq lazım gələcək. Ne zamansa o da Allah bilir. Dəfələrlə burada dedim ki biz toplum olarak evlatlarımızın gələcəyini satıp yemiş milletiyiz. Halkı. Biz bütünlüklə son 20-25 ildə evlatlarımızın gələcəyini sattık. Bize sattık. Bakın 28-30 nəfər 11. sınıfı bitirdi. 35 nəfər instituta girdi. Üniversitete daxil oldu. Necə oldu? Heç kimdə düşünmədik ki, dayan görüm, 30 nəfər necə 35 oldu? Yəni bir söz var, sən ağa, mən ağa, qaranəyə, kimsə ağa, hamıya təsviq elədilər, hamını ona görə diplomlu elədilər ki, heç kim gedib, niyə zavod yoxdur, niyə fabrik yoxdur, fəhlə olunmasın, niyə kənd təsərrüfatında bu qoyun quzuya baxmaq istəməsin, əlində zootexnik diplomu olan adam ancaq istəyəcək ki, mən bir firm olsun, mən orada zootexnik olum məsələm üçün. Əlində agronom diplomu olan adam mütləq deyəcək ki, böyük tarlalar olsun, mən agronom olum. Amma onun heç ağlına da gəlməyəcək ki, bu tarlalarda kimsə əkməli, becərməli daxil. Əlində mühəndis diplomu olan adam böyük sənaye obyektləri istəyəcək ki, orada mühəndis olsun. Və bizi aldatdılar, o yola saldılar. Əvəzində də biz 25 ildir, bəlkə də biraz çoxdur. Bu Geydirmə Universitetlərindən xiyar müəllimləri saxlamışıq. Gerçəkdən. Və onlar da bizim evlatlarımıza heç olmasa öz adlarında o seçilən o ixtisasdan, yəni normal bir təhsil də verməyiblər, mütəxəssis yetişdirməyiblər. Hələ onu demirəm ki, bizim orta məktəblərdən, lap o başlanğıçdan uşaqları, adi 6-7 yaşında uşaqları müəllimə rüşvət daşımağa öyrədən, müəllimə zorla rüşvət göndərən valideynlər heç düşünmədilər ki, bu uşaq vətəndaş ola bilməyəcək. Özünün ömrü boyu, yaranışından bəri üzərindən əziyyət çəkdiyi rüşvətdən, korrupsiyadan övladını çəkindirmək istəmədi. Gedib övladının gələcəyi uğruna savaşmaq əvəzinə müəllimlə, universitetlə, bax gedib oturub mənim övladımın savadı bu, qabiliyyəti bu, bunun qiymətini verin demək əvəzinə pul verdi ki, get, indi nəticə budur, sənin ordun bu. Gördüyün, önə çıxmış generalların bu. Bu generallar İlham Əliyevin sözü olmasın. Bu boyda orada general var. Bunun 5'i bir yere yığıla, 15'i bir yere keşeğin arpasını bölə bilməyəcək. Sənin bu iqtisadiyyatın bu yoxdur. Azərbaycanda iqtisadiyyatında heç nə yoxdur. Zavodun yox, fabrikin yox, ağır sənayi yox, yüngül sənayi yox. Heç nə, kənd təsərrüfatı məhv olub, dağıdılıb. Gedir sənin bugünkü kənd təsərrüfatı nazirinin quzu ilə çəpişin fərqini bilmir. Qucağına alır, keçinin balasını qucağına alır, elə bir qoyun balasıdır. Bununla da şəkil çəkdir, tez gəlir ki, gördün mü? Kənd təsərrüfatı naziri qucağında quzu şəkil çəkdirib. Qucağında quzu şəkil çəkdirmək adamı nazir etməz. Sən o başına göndərildiyin, başına gətirildiyin sahənin o başında durduğun sahənin necə inkişaf etməsini və onun uğruna gecə günüz. Baxın, indi biz əvvəllər deyirdi, yaşı bu Sovet kafalılar qoymur. Gənc nazirlər gəlib. Bu nazirlər hər kəs öz sayəsində daha irəli, daha böyük nailiyyətlər əldə etmək üçün bir-birindən yarışmalı ikən adamlar yoxdurlar. Əvvəl heç olmasa adı bilinirdi. Ki, Müslim Mərdanov orada nazirdir. Nə bilim, Oktay Şirəliyev orada nazirdir. Nə bilim, Filəkəs onların adı, indikilərin adı da yoxdur. Heç kim heç nə bilmir. Belə bir şəraitdə biz gəldik, gör harada. Qazaxıstanda bizə siqnal gəldi ki, hey, gəldik. Nəsil daha kef elədiniz. O zaman Murtuza Muxtarovun sözünü deyəcəm. Dedi ki, biz Bakı neft xudaları qanla yazdı, parmağını kəsdi, qanınla yazdı. Biz Bakı neft xudaları, Bakı neftindən Allah'ın verdiyi o sərvətdən qazandığımız milyonlarla Bakını və Azərbaycanı alınmaz qalıya çevirə bilərdik. Biz neynədik? Əvəzində eş-işrətə qurşandıq, əyləncə mərkəzləri tikdik, qumarxanalar açdıq. İlin günün bu vaxtında Qarabağın azad olunmuş torpaqlarında biz qumarxana açmalıyıq. Orada qumarxana olmalıdır. Orada kazinolar olmalıdır. O xaricdən, daxildən, hətta bizimki özləri deputatlar durur deyir ki, bizimkilər gedib xaricdə qumar onu elə geçsin orada oynasın da, bildiyin. Yəni baxın, həmin onun üçün deyirəm, zaman da dəyişməyib, dövran da dəyişməyib, heç nə, sürətlər dəyişib. Kim də bildiyim,
Murtuza Muxtarovun yazdıklarını ve peşmançılıkla yazdıklarını ki biz bunu eləyə bilərdik, etmədik. Elədiyimiz bizi buraya getirdi. Həmin bunlar da onu elədilər. Bakın Mehriban Vəzirin bir yazısı var. Aslında Mehriban Vəzir bunu yazıb. Ama genelde de bu hamının bildiği bir həqiqət. Deyək ki, buralar nədirsə sanki lənətlənmiş bir ərazidir. Bu kadar var-variyyəti olan ölkənin milyarderler olub. Bax, adını sada Murtuza Muxtarov, Tağıyev, Nağıyev, ne bileyim kişi, Esadullayev, ne bileyim filan. Bütün dünya çapında, bütün dünyanın kabul ettiği, tanıdığı, baş əydiyi milyarderler olub. Bugün bunların tek bir cəcinin tek bir nəvəsi, bir övladı, bir ne bileyim kız nəvəsi yoktur ki, parmağından bir düz çıxar da deyir ki, bu zamanında bayrağa çıxanda, ne bileyim o dövr için bir yana çıxanda təkcə telindən, toqqasından ayaqqabısına kimi neçə milyonlarla geyimi hesaplanan kadınların bir nəvəsi yoktur ki, parmağından bir düz çıxar da deyir ki, bu mənim nənəmdən qalıb. Yoktur böyle bir şey. O boyda milyonçu kişilerin bir oğlu bir nəvəsi yoktur ki, cibinden bir kırık saat çıxardı, cib saati ki, bak bu babamdan, milyarder babamdan qalıb. Yoktur. Zaman zaman her 20, 30, 50 ilden bu ölçüde pul el değişir. El değişir. Ve bugünkülerin de taleyi olacak. Hiç kim özünü aldatmasın. Bakın Nazarbayev hardadır? Nazarbayev'in variyeti ve mal varlığı İlham Əliyev'den azı 10 defa çok olur. Hani Nazarbayev? Hani milyarder? Hani bütün Dubai'den tuttun, Cenevre'den tuttun, London'dan tuttun, dünyanın her yanında alınmış mülkler? Hani? Nazarbayev de yoktu. Ve onun nesline, tayfasını oradan bir çürük gözle düşmeyecek. Aynı talede İlham Əliyev'i gözlüyor. Gece tez. Herkes buna emin olsun. Ve İlham Əliyev olmadığı günden. Bak bu ortada bulutlar var. Ha, İlham Əliyev'in dört yanında. O özlerinde böyle az kala İlham Əliyev kadar böyle serveti mal olan sayanlar. Hiçbirine hiç ne kalmayıp ve kalmayacak. Ve artık o zaman gelip yeniden pul el değişecek bu ülkede. Şahsen Azerbaycan'da bu olacak yeniden. Ama yeni gelenler de bu yola gireceklerse onda diyecek söz yoktur. Eninde sonunda bu ülkenin benim itirazım yoktu. Bak İlham Əliyev'de, Kemalettin Heydərov'da, Ziya hamısı milyarder de olsun, trilyarder olsun mesele o değil. Mesele odur ki bu milyardlar bu devletin ve bu milletin gerekende son qəpiyinə kadar milletin ve devletin uğruna xərclənəcək durumda olmalıdır. İnsanların tefekkürü, anlayışı, dünya bakışı, vizyonu ona yönelmelidir. İlham Əliyev eninde sonunda bu kadar benim milyardlarım gerekirse milletin uğruna her şeyimi vereceğim. Ama bu milletin bir deferinin burnunun kanamasına ben imkan tanımayacağım. O anlayış olacak o zaman ne farkı var ki milyarder de ol, trilyarder de ol ama sen her şeyi Allah'a öğrenecek sonra da özün getir orada ya öldürsünler ya da indi dünya gelir adam özü. Bir daha diyelim 18-20. yıllarda artık bu Sovyetlerden evvel Azerbaycan'da bir daha derim bütün Japonya'dan tutmuş Kanada'ya, Amerika'ya kadar bütün dünyanın karşısında baş eğdiği Tağıyevler, Nağıyevler, ne bileyim Esadullayevler, Murtuzayevler bütün dünyanın karşısında baş eğdiği tanıdığı şahsen istenilen mecliste girende hamının ayağa kalktığı kişilerin bugün tek bir adamı, bir nəvəsi, bir nəticəsi yoktur ki desin al bu da benim babamın hakkıdır. Var mı? Bak problem buradadır. Biz illerle bak böyle eline 5 manat düşer özüne ay böyle az kalır Allah Allah demesin. Netice de budur. Bir daha diyelim. İnsanlar bir özlerini bir de Allah'ı hiç vakit aldatabilmeyecekler. Ama bizimkiler artık Allah'ı da aldatabildiklerini düşündüler diye ötekçe bizimkiler değil. Yani Türk dünyasının liderlerinden danışıram ben bakın. Hara geldi oturdu 30 yıl, 20 yıl, 30 yıl, 25 yıl. Ne bileyim ben bilmiyorum Allah rahmet eylesin özü bilir. Ben o adam Heydər Əliyev sağ olsaydı hele de prezident idi. İnanın ki hele de prezident idi adam. Arkadaş ne kadar olar gidin de oncu bayak dedim mi o? Amerika'nın bilmiyorum indi 60'dan çok belki de bilmem mesela 200 yılda prezidentleri değil. Hamısı bugün Amerika halkı için Sayın Cumhurbaşkanıdır. Hamısı çok hürmetle. Ya bizim de rehber olmuş adamlar var. Tek bir cazini ortaya koyuncu bunu millet, halk, tarih bunu bak böyle dat gibi rahmetle hatırlayıp var mı? Bir Mehmet Emin Resulzade var.
O da dövlət başçısı olmayıb kişi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətində xüsusi məsuliyyət daşıyan, xüsusi məsuliyyət tələb edən heç bir vəzifəsi olmayıb. Baxın ha. Amma olub, o başdan bəri baxın. Hələ Heydər Əliyevin heykəlləri zadı var filan, o da indi İlham Əliyev prezidenti ona görə. Sabah İlham Əliyevin ayağı sürüsün, o heykəllərdən biri ortada qalsa mənə tüpürür. Bunu da özləri də bilirlər, bilirlər ki, belədir. O zaman bu bilə-bilə adamlar, bir daha deyirəm, insanlar öz bədbəxtliklərindən, özlərinlə bərabər də həm də xalqın, millətin, dövlətin bədbəxtliyinə qarşı sadəcə yürümürlər, qaça-qaça gedirlər. Nə sirri ilahidir bu? Nədir bunların dərdi? Dərd şaka ilə bağlıdır. Şaka bunları orada yazıb, uşaq gənc yaşlarından bunları, öz adamlarımızı götürüb, onları gətirəcək. Məsələ şaka ilə bağlıdır. Şakadan ayrılacaq. O günü mən burada dedim, sabah İlham Əliyev, sabah çıxsın xalqa müraciət eləsin. Milyonlarla adam meydanlara çıxacaq, İlham Əliyev də qoruyacaq. Şakanı da, üzü istəyirəm, yenə də İlham Əliyevin ifadəsi də, şakanı da iki qovan kimi qovacaq və prezidentinə də, ölkəsinə də, millətinə də sahiblənəcək. Hələ ki, İlham Əliyevin o limiti də tükənməyib. Bir daha deyirəm, ha, çıxıb xalqa deyirsən və şakanı da belə 3 hərflə yola salırsan, çıxıb gedir. Ayrı cürə nə qədər ki, indiki zehniyyət və bu sistem yaşayır, bizi bax belə əldən ələ. Biz o üzr istəyirəm, hamı məni bağışlasın, öz adıma deyirəm. Biz bu 200 ildə o fahişə qadınları günündəyik toplum olaraq. O əldən bu ələ atıblar, o əldən bu ələ satıblar. Amma enində sonunda biz ayağa durub, biz elə özümüz, öz işimizi özümüz görək deyə bilmədik deyə. Bugün də deyə bilmirik deyə. Başımıza gələnlər haqqına gəlir, düzünə gəlir, belə də olacaq.